Əziz müsavatçılar, həmvətənlərim, mən həmişə bir şey olanda tələbələrimə də deyirəm ki, heç vaxt başınızı aşağı dikməyin, başınızı həmişə dik tutun. Çünki biz 60 milyonluq bir xalqıq, bəli, artıq 60 milyonluq xalqıq. Nəyə görə mən 60 milyonluq deyirəm? Çünki dünyaya səpələnmiş Cənubi Azərbaycandan başqa dünyaya səpələnmiş Azərbaycanlıları da götürsək nəzərə, biz 60 milyonluq bir xalqıq. Məhəmməd Əmin Rəsulzadə tarixdə qaldı, Azərbaycana müstəqillik gətirdi. Şərqdə ilk demokratik cumhuriyyət qurdu. Və milli, belə deyək ki, demokratik bir cumhuriyyət, hətta Avropanın belə həsəd apara biləcəyi demokratik dəyərləri Azərbaycanda yaratdı. İkinci dəfə Azərbaycanda Rəsulzadənin qurduğu hakimiyyəti bərpa edən isə bizim Əbülfəz Elçi bəy oldu. Əbülfəz Elçi bəy bircə onunla tarixdə qalmadı. Yəni müstəqil Azərbaycanın, demokratik Azərbaycanın bərpaçısı kimi var. Amma eyni zamanda Əbülfəz Elçi bəy Azərbaycan siyasətinə, Azərbaycan milli şuuruna, bütöv Azərbaycan ideyasını da gətirdi. Və bugün biz Azərbaycanlılar, bizləri birləşdirən o Əbülfəz Elçi bəyin bütöv Azərbaycan uğrunda siyasətidir. Yəni o, Azərbaycanda olan bütün millətlərin ən böyük ümdə arzusudur. Mən bircə şey deyirəm sizə ki, mən İlk dəfə olaraq Güney Azərbaycanın ədəbiyyat tarixini, 40 illik tarixini yazanda heç yadımdan çıxmaz ki, Əbülfəz Elçi bəy onu bütöv Azərbaycan birliyində onun təqdimatını keçirtdi. Və mən fəxr edirəm ki, həmin təqdimatın sonunda Elçi bəy dedi ki, indi də Almaz xanımın kitabın əvvəlinə yazdığı misralarla bir fikrimi bitirmək istəyirəm. Mən də vaxtınızı çoxalmamaq üçün mənim yazdığım və Əbülfəz Elçi bəyin də elə cümlə və cümlə, söz və söz oxuduğu fikirləri sizə çatdırmaq istəyirəm. Çünki mən kitabımın əvvəlində onu yazmışdım. Dünyada bütün canlılar işığa doğru meyl edir. Azərbaycan xalqının da qəlbində, ruhunda bütün Azərbaycan istəyi var. O istək zaman keçdikcə, illər keçdikcə böyüyəcək, artacaq və o həqiqətə çevriləcək. Və mən inanıram ki, Azərbaycan xalqı bir zaman gələcək ki, dünyanın ən gözəl nümunəvi dövlətlərindən biri olacaq. İstər iqtisadi cəhətdən, istər siyasi cəhətdən, istər belə deyək də xalqın yaşayışı nöqteyi nəzərindən. Çünki biz elə xalqıq ki, bizim Allah bizə torpağımızın altında da qızıl verib. Yeraltı, yerüstü sərvətlərimiz var. Başqalarında bu yoxdur. Amma bizdə bu da var. Mən bugün vaxtınızı çox almaq istəmirəm. Mən sözlərimi onunla tutarmaq istəyirəm ki, böyük öndər, böyük Elçi bəy, mən fəxr edirəm ki, elə gənclik yaşlarından sənin yanında olmuşam, sənindən çox şey öyrənmişəm. Milləti sevməyi, xalqı sevməyi, vətəni sevməyi, vətənə sədaqətli olmağı səndən öyrənmişəm. Ruhun şad olsun, böyük öndər.